Uşaqlarda qasıq yırtığı və hidroseli nədir və bunların fərqləndirən cəhəti nədir və nə zaman nə etmək lazımdır? Qasıq yırtığı və hidroseli xayaların emmə prosesində qasıq kanalındakı pərdənin açıq qalması nəticəsində yaranan bir problemdir. Əgər həmin pərdə, qasıq kanalı geniş qalarsa, ora bağırsaq və piyli girər, yırtıq deyilik, qırıc əmələ gətirir. Nazik qaldığı halda isə oranın qarın boşluğunda maya yığılaraq hidrosel əmələ gətirir. Hidrosel 2 yaşa qədər gözləyir, heç bir cərrahi müdaxilə etmək lazım deyil. Əgər çox gərgin, yəni böyüyərək xayanı sıxıb qan dövranını pozmursa, 90% halda 2 yaşa qədər özü çəkilib gedir. 2 yaşdan sonra qalan hidroselə isə birbaşa cərrahi müdaxilədir. Qasıq yırtığında isə fərqlidir. Əgər qasıq yırtığı tez-tez şişirsə və sıxılırsa, doğulduğu gündən əməliyyat olunub aradan qaldırmaq lazımdır. Yox, çox kiçik yırtıqdırsa, tez-tez şişmirsə, bəzən 5 ayına qədər gözləmə periodumuz var ki, bu halda qasıq yırtığı özü geri çəkilə bilər, itə bilir. Günümüzdə istər qasıq yırtığı, istər hidroseli mikro cərrahi və ya kəsiksiz laparoskopik əməliyyatlarla qısa bir müddətdə 5-6 dəqiqə müddətində aradan qaldırılır. Təşəkkür edirik.